ki, heç kəsi incitmək icazəli deyil. Heç kəsi. Ancaq bir halda olar ki, sənə vacib olsun. Bu nə deməkdir? Yəni, bir adam qılınc çəkib, silah çəkib, haqla vuruşmursa, haqqa düşmənçilik eləmirsə, vuruşmursa, sən heç kəsin ürəyini sındıra bilməzsən. Heç kəsin. Heç kəsin. Ürək barədə sizdən bir kiçik qardaşınız kimi deyirəm, hiss edirəm cəmiyyətdə buna riayət olunmur. Ürək sındırmaq barədə diqqətli olun. Sən ancaq kiminlənsə vəzifən sərt danışmaq olar, sərt danışarsan. Yoxsa sən şəxsi qəzəbi kiminsə üzərinə tökmək, ürək sındırmaq çox pis bir haldır, çox pis bir şeydir. Allah çox sərt yanaşır insanların qəlbinə toxunmağa. Ürək sındıranda bunlar hamısı toplanır, sonra ibadətlərə od vurur. Bütün yaxşılıqlar var. Deyir ki, sən birinin ürəyin sındır, sonra bütün dünyanı ver ki, qəlbin, ürəyin alasan, kəffarəsi deyil. Bütün dünyanın hamısını versin ona, yenə də, hətta deyirlər, ürək sındıran tövbə eləsə, zərbəsini alacaq. Keçmişdə demişəm. Tövbə eləyir, bağışlanır, amma dünyada o ah ki, çıxmışdı onun ürəyindən. O ahın cəzası var. Ona görə biz diqqətli olaq. Hər adama hər sözü demək olmaz. Acı danışmaq, ürək sındırmaq, bunlar olmaz, yol verilməz.